vizyonu yalnız bugünümüzü değil, həm də sabahımızı formalaşdırır. Bugün valideynlərin ən çox düşündüyü məsələlərin biri isə övladların universitet və karyera yolunu necə hazırlaşmasıdır. Bakı İstanbul Lisey ailəsi olaraq biz şagirdlərinin yalnız məktəbi uğurla bitirməsini deyil, onların həyat hədəflərini doğru inamlı addımlaşdırmasını da prioritet veririk. To speak about university preparations, career planning, and student success pathways, please welcome the director of Bill Abituriyent School, Mr. Khayyam Abdullayev. Səmaya xanım hesabat verməkdən danışdı. Bir məşhur türk serial var, Yeraltı, bəlkə görmüsünüz. Orada yazılır ki, hər kəs bir gün yer altında hesabat verəcək. Düşünürəm ki, biz hazır yer üstündə olmuşkən, həm vicdanımız qarşısında, həm sizin qarşınızda hesabat verək, yer altında çox şey saxlamayaq. Xoş gördük hər birinizi, dəyərli kollektivimiz. Sizi burada görməkdən həqiqətən çox böyük qürur hissi duyuruq. Niyə görə? Bilirsiniz, o bəzi şagirdlər olur, olimpiyadada yaxşı nəticə toplayırlar və yaxud deyək ki, yaxşı bal toplayırlar və bunu paylaşmaq istəyirlər. Və biz bu dəqiqə o hissinlə gəlmişik bura ki, uğurlarımızı, sevinclərimizi sizinlə paylaşaq. Bakı İstanbul Liseyinin inkişafı, uğurları, böyüməsi göz qarşısındadır. Bu danılmazdır. Və biz də təbii ki, çox istərdik ki, bütün valideynlərimizə bu sevincimizi çatdıraq və sizdən başlamışıq hal-hazırda. Və inanıram ki, bu artan formada davam edəcək. Bilirsiniz, hər birimizin övladı bu məktəbdə oxuyur və təbii olaraq təhsilə çox gözəl şəkildə son nöqtənin qoyulması abituriyent komandası olaraq bizim öhdəmizə düşür. Və biz çalışırıq ki, bu mərhələdə sizin övladlarımıza onların mövcud potensialının ən yaxşısını verə bilək. Bu çox vacibdir. Əgər bir şagird çox yaxşı idmançı olacaqsa, onu o istiqamətdə yüksəldək. Əgər bir şagird çox yaxşı incəsənət xadimi olacaqsa, o istiqamətə getsin. Və yaxud digər sahələr, həkim, mühəndis və digərləri. Mən istəyərdim ki, abituriyent məktəbimizin fəaliyyəti haqqında, daxildəki proseslər haqqında sizə müəyyən bir məlumat verim. Daha sonra isə şagirdlərimizin karyera məsələləri haqqında qısa məlumat verəcəm. Abituriyent məktəbi dedikdə biz 9, 10 və 11-ci sinifləri əhatə edirik. Bu ayrıca bir məktəb deyil təbii ki. Bakı İstanbul Liseyinin bir parçasıdır, bir hissəsidir. Yəni, övladlarımız 8-ci sinifi bitirəndə 9-cu sinifə keçir və abituriyent adını qazanmış olurlar. Və abituriyent məktəbimizdə Azərbaycan, Rus və İngilis bölməsi üzrə dərslər davam etdirilir. Azərbaycan və Rus bölməsi üzrə təbii ki, Dövlət İmtahan Mərkəzinin həm buraxılış, həm də blok fənlərinə hazırlıq həyata keçirilir. Lakin şagirdlər öz seçdikləri qruplar üzrə dərslərə gedirlər. Yəni, hər bir şagird seçmiş olduğu birinci qrup, ikinci qrup və digər hər hansı qrup üzrə dərsləri götürmüş olurlar. Digər tərəfdən İngilis bölməsi olaraq 9-cu sinifdə IGCSE proqramına hazırlıq prosesi olur. 10-cu 11-ci sinifdə AS level və A level proqramlarına hazırlıq olur. İmtahanlara qeydiyyat aparılır və onların, belə deyək də, nəticələri sona qədər izlənilir. Bunun nə demək olduğunu birazdan daha ətraflı izah edəcəm. Şagirdlər həm yerli, həm xarici universitetlərə hazırlaşa bilərlər. Bu artıq valideynin və ailənin, şagirdin seçimindən asılıdır. Biz hər bir istiqamətdə sizə dəstək olmağa çalışırıq. Əgər şagird, deyək ki, xarici universitetə hazırlaşırsa, onun müraciət forması, universitetə sənədlərin göndərilməsi və demək olar ki, başdan sona qədər, hətta viza məsələləri, başdan sona qədər bütün məsələlərdə biz ona dəstək ola bilirik. Yəni ki, hətta onu deyim sizə, bəzi şagirdlər
gedirlər universitetə, birinci kursa başlayırlar, orada da çətinlikləri olur, orada da onlara dəstək ola bilirik. Yəni, şagird tam özünü sərbəst hiss eləyənə qədər hər zaman onun biz məktəb olaraq arxasındayıq. Bundan tam əmin ola bilərsiniz. Əlavə olaraq, deyək ki, hər hansı bir şagirdimiz fərqli proqrama hazırlaşmaq istəyir. Beynəlxalq müxtəlif proqramlar var. Bu proqramların, daha doğrusu imtahanların təbii ki, hərəsinin öz hazırlığı var, öz yolu var. Bu hazırlıqlar, biz bir neçəsinin adını burada qeyd eləmişik. Ən Azərbaycanda məşhur olan SAT, IELTS, TOEFL və ya Duolingo, YÖS imtahanlarıdır. Və təbii ki, biz abituriyent məktəbi olaraq bütün bu xidmətləri şagirdlərimizə veririk. Əslində bilirsiniz, yəni həm də mən bir valideyn kimi sizə bir şey deyəcəm. Təsəvvür edin ki, övladınız 9-cu sinifə gəlib və həm Dövlət İmtahan Mərkəzinin imtahanlarına hazırlaşmalıdır, buraxılış imtahanı verməlidir. Deyək ki, həm də bununla yanaşı xarici universitetə hazırlaşdırmaq istəyirsiniz və bu valideyn üçün bir neçə iş deməkdir. Bir də evdə əgər 2 uşaq, 3 uşaq varsa, bu 2 qat, 3 qat artıq iş deməkdir valideyn üçün. Ancaq bütün bu fəaliyyətlərin bir mərkəzdə toplanması təbii ki, sizin üçün böyük bir, belə deyək, vaxta qənaət, həm risklər baxımından, həm maddi baxımdan böyük bir üstünlükdür. Abituriyent məktəbi, Bakı-İstanbul Lisesi Abituriyent məktəbinin, belə deyək, valideynlər üçün yaratmış olduğu çox rahatçılıqdır. Və təbii ki, beynəlxalq imtahanların da həmçinin qeydiyyat prosesində bütün mərhələlərdə şagirdlərimizə dəstək oluruq. Dərs formatımız necə olur? Təbii ki, 9-cu sinifə qədər şagirdlər normal dərs proqramı, dərs cədvəli, hər şey qaydasında öyrədilir. Lakin 9-cu sinifdən sonra biraz dəyişiklik olur. Dəyişiklik nədən ibarətdir? Şagird ona lazım olan istiqamət üzrə hazırlaşır. Yəni, ona hansı fənlər lazımdırsa, daha çox ona üstünlük verilir. Misal üçün, birinci qrupa hazırlaşan bir şagird riyaziyyat, fizika, informatika və ya kimya, bu tip fənlərə daha çox üstünlük veririk biz. Ona lazım olan istiqamət üzrə. Və bizim qurduğumuz dərs proqramı bir növ hazırlıq proqramıdır, hazırlıq formatındadır. Bu nə deməkdir? Yəni, deyək ki, hansısa bir övladımızı kənarda müəllim yanına hazırlığa qoysaq, orada dərslər necə keçiriləcək? Hansı istiqamətdə olacaq? Hədəfə yönəlik, düzdür? Bizim abituriyent məktəbində də qurduğumuz cədvəl bu formadadır. Şagirdlərin hədəfə yönəlik cədvəli olur və hazırlığı olur. Təbii ki, hədəfə yönəlik və uğurlu sözləri varsa bir cümlədə, burada mütləq nə olmalıdır? Fərdi yanaşma olmalıdır. Yəni, bütün şagirdlər riyaziyyatçı ola bilməz. Bütün şagirdlər dahi ola bilməz. Təbii ki, bəzi şagirdlər var ki, onlar spesifik olurlar və biz həmin şagirdlərə fərdi dərslər qoyuruq, fərdi yanaşma olur və onların qrupdan kənar fəaliyyətlərinə çox ciddi önəm veririk. Bu, belə deyim də, yəni həmin şagirdlərin də digərlərinə çatması üçün, uğurlu olması üçün həqiqətən bilirsiniz ki, çox önəmli bir nüansdır. Və təbii ki, biz dərsləri keçirik, öyrədirik, bu çox gözəl. Amma qiymətləndirmə olmasa, şagirdlərin biliklərini ölçə bilməsək, biz boşluqlarımızı və əksikliklərimizi görə bilmərik. Bunun üçün də həm məktəb daxili monitoring şöbəsi tərəfindən, həm də məktəb xaricdən, belə deyək də, məktəbimizdə şagirdlərə imtahanlar olur. Və bu imtahanlar şagirdlərimizin bilik və bacarığını ölçmək üçün bizə ciddi mənada dəstək olur. Ümumi proses barədə bunları demək istəyirdim. Bir də burada qeyd eləmişik, zəif nəticələr üçün əlavə dərslər. Bilirsiniz, istənilən halda, əgər kütləvi bir yanaşma varsa, güclü şagirddə olacaq, zəif şagirddə olacaq və bizim öhdəliyimiz, məsuliyyətimiz nədən ibarətdir? Həmin o güclü şagirdi daha yuxarıya qaldırmaq, zəif şagirdə, bayaq dediyim kimi, öz potensialına uyğun maksimum
qaldıra bilmək və öz hədəfinə çatdıra bilmək. Ümumi proses barədə bunları demək istəyirəm. Bir digər məsələ şagirdlərin gələcəkdə ixtisas seçimi, karyera planlaması. Bilirsiniz, əslində bu məsələlər barədə mən çox istəyərdim ki, Tural müəllim danışsın, çünki canlı nümunədir. Yəni, nə demək istəyirəm? Karyera planlama əslində məktəb illərindən başlayır. Yəni, universiteti bitirdikdən sonra oturub düşündüm ki, necə olacaq, nə olacaq? Bu, çox gec olmuş olur. Yəni, indiki dövrdə universitetlər, inanın ki, təkcə universitet nəticələrinə baxmır. Şagirdin bacarıqları, şagirdin əlavə layihələrdə, könüllü fəaliyyətlərdə iştirakı. Bir sözlə, bu yeni çıxan bir termindir, portfolio. Şagirdin portfolyosu çox önəmlidir. Əgər hədəfimiz yüksək universitetə qəbul olmaqdırsa, imtahan nəticəsi ilə yanaşı bizim backgroundumuz olmalıdır, portfolyomuz olmalıdır. Bu portfolyo nədir? Məktəb illərində müxtəlif olimpiyadalarda iştirak, müxtəlif layihələrdə iştirak eləmək, hətta məktəbimizdə elə şagirdlər var ki, özləri layihə bizə təqdim edirlər, özləri layihə meneceri olmağa çalışırlar. Bu, təbii ki, bir addım daha öndə olmuş olur digərlərindən. Yəni, bu tip məsələlərdə də, yəni, hal-hazırda məktəbimizdə çox iri miqyaslı işlər gedir, həm olimpiyadalarla bağlı, həm digər şagirdlərin digər yöndən inkişafı ilə bağlı. İnanıram ki, uğurlu bir nəticələrimiz olacaq və hal-hazırda da uğurlu nəticələrimiz var. Qısa bir ikisi haqqında məlumat verim və sözümü bitirim. Bu il, təkcə bu il 6 şagirdimiz Dövlət İmtahan Mərkəzinin imtahanından qırmızı atestat qazanıb, 6 şagirdimiz. Bu, əslində sevindirici bir haldır təbii ki və bir neçə şagirdlərimizdə tanınmış universitetlərdən qəbullar alıblar və biz bu qəbulları, indi mən saysam çox vaxtınız gedəcək, ona görə bir-bir toxunmaq istəmirəm. Biz bu qəbulları hamısını sizə vaxtaşırı təqdim eləyəcəyik və həqiqətən də bu danışdıqlarımızın sadəcə söz olmadığının şahid olacaqsınız. Çox sağ olun dinlədiyiniz üçün. Thank you a lot, Mr. Khayyam. Bakı İstanbul Liseyi